Bilirsinizmi ki, Azərbaycanın Torpaq Məcəlləsi əslində sadəcə hüquqşünaslar üçün yazılmış cansıxıcı bir sənəd deyil. Əksinə, o, ölkəmizin təbiətini qorumaq üçün hər birimizin istifadə edə biləcəyi çox güclü bir qalxandır. Gəlin, bugün həmin qalxandan necə istifadə edəcəyimizi öyrənək. Baxın, bu bizim ekoloji alət dəstimizdir. Birlikdə təbiəti qorumaq üçün istifadə edə biləcəyiniz 5 əsas hüquqi vasitəyə nəzər salacağıq. Məsələ ondadır ki, Torpaq Məcəlləsi təkcə dövlət qurumları üçün deyil, o hər bir vətəndaşın əlində təbiəti müdafiə etmək üçün real bir vasitədir. Əsas olan bu hüquqları bilməkdir. Gəlin bir anlıq düşünək. Tutaq ki, təbiətin haradasa məhv edildiyini, zərər gördüyünü müşahidə edirsiniz. Belə bir vəziyyətdə sizin qanunla hansı hüquqlarınız var? Bax, bugün məhz bu sualın cavablarını axtaracağıq. Deməli, İlk və ən təməl alətimizlə başlayaq. Qoruqların toxunulmazlığı. Bu prinsip bizim ən dəyərli təbii məkanlarımızı, qoruqları, yasaqlıqları, yəni xüsusi qorunan torpaqları müdafiə etmək üçün sizin əlinizdəki ən vacib arqumentdir. Yəni bu nə deməkdir? Çox sadə. Qanun deyir ki, bəzi torpaqlar o qədər qiymətlidir ki, onları hər hansı təsərrüfat fəaliyyətindən, tikintidən, ümumiyyətlə iqtisadi istifadədən tamamilə kənarlaşdırmaq lazımdır. Onların elmi, mədəni dəyəri istənilən iqtisadi maraqdan üstündür. Və söhbət təkcə bildiyimiz qoruqlardan getmir. Fikir verin, bura sağlamlaşdırma zonaları, məsələn, sanatoriyaların ətrafı, turizm və istirahət üçün ayrılmış ərazilər, hətta tarixi və mədəni abidələrin yerləşdiyi torpaqlar da daxildir. Baxın, qanunun 26-cı maddəsi məsələyə son nöqtəni qoyur. Hər hansı fəaliyyət qadağan edilir. Yəni, heç bir amma ancaq yoxdur. Əgər bir fəaliyyət qoruğun təbii tarazlığını pozursa, deməli o qanunsuzdur. Bu qədər bəsit və aydın. İndi isə gəldik, yəqin ki, hamımız üçün ən aktual və ağrılı məsələlərdən birinə, Xəzər sahilinə sərbəst çıxış. Bilməlisiniz ki, qanun bu məsələdə tam sizin tərəfinizdədir. Qanun çox konkret bir rəqəm müəyyən edir. 20-dən 50 metrə qədər. Nə deməkdir bu? Minimum bu qədər məsafə sırf bizim, yəni vətəndaşların sərbəst gediş-gəlişi üçün ayrılmalıdır. Bu kiminsə lütfü deyil, sizin qanuni hüququnuzdur. Və ən vacib məqam, bu zolaq heç vaxt özəl mülkiyyətə verilə bilməz, satıla bilməz. O yalnız dövlətin, yəni xalqın ümumi istifadəsi üçündür. Ona görə də hər hansı bir hasar, hər hansı bir maneə ilə bu zolağın bağlanması birbaşa qanun pozuntusudur. Baxın, bu müqayisə hər şeyi aydın göstərir. Qayda dəmir kimidir. Keçidi məhdudlaşdırmaq olmaz. İstisna isə yalnız fövqəladə hallara aiddir. Məsələn, hansısa dövlət təhlükəsizliyi obyekti varsa, yalnız o halda və yalnız hökumətin xüsusi qərarı ilə bu hüquq məhdudlaşdırıla bilər. Şəxsi bir villanın hasarı bura aid deyil. Yaxşı, bəs görürsünüz ki, təbiət qoynunda hansısa həssas ərazidə şübhəli bir tikinti başlayıb. Nə edə bilərsiniz? Qanun sizə bu prosesə müdaxilə etmək üçün dəqiq bir yol göstərir. Gəlin buna baxaq. Proses çox sadədir. 3 mərhələdən ibarətdir. Birincisi, dövlət torpağında hər hansı bir tikinti aparılmazdan əvvəl onun ətraf mühitə təsirini yoxlayan ekoloji ekspertiza rəyi olmalıdır. Bu, məcburidir. İkincisi, əgər bu rəy mənfidirsə, yəni tikintinin zərərli olduğu ortaya çıxırsa, layihə dərhal dayanmalıdır. Və nəhayət, siz bir vətəndaş olaraq qanun pozuntusu görəndə səlahiyyətli orqanlara müraciət edib bu işlərin dayandırılmasını tələb edə bilərsiniz. Bunu qətiyyən unutmayın. Ekoloji ekspertiza rəyi sadəcə bir kağız parçası, bir tövsiyə deyil. Bu, qanuni bir şərtdir. Əgər bir tikintinin müsbət rəyi yoxdursa, deməli, o tikinti qanunsuzdur və dövlətin onu dayandırmaq səlahiyyəti var. İndi isə gəldik alət dəstimizin bəlkə də ən güclü, ən kəsərli vasitəsinə. Söhbət öz başına qanunsuz olaraq zəbt edilmiş torpaqlardan gedir. Maddə 111-in bu cümləsinə diqqət edin. 2 açar ifadə var, geri qaytarılmalıdır və xərclərin əvəzi ödənilmədən. Bu o deməkdir ki, qanunsuz zəbt edilən torpaq mütləq geri alınmalıdır və torpağı zəbt edən şəxs oraya çəkdiyi heç bir xərcə, tikdiyi heç bir tikiliyə görə kompensasiya ala bilməz. Və bu da çox kritik bir məqamdır. Torpağı boşaltmaqla iş bitmir. Qanunu pozan şəxs həm də torpağı əvvəlki sağlam vəziyyətinə qaytarmaq üçün bütün xərcləri özü çəkməlidir. Ora tökdüyü zibili təmizləməli, qanunsuz tikilini sökməlidir, bütün məsuliyyət onundur.
Beləliklə, gəlin bir daha sürətlə alətlərimizi yada salaq. 1. Qoruqlar toxunulmazdır. 2. Sahil zolağı hamımızındır. 3. Qanunsuz tikintini dayandırmaq üçün ekoloji rəy tələb etmək olar. Və 4. Zəbt edilmiş torpaq kompensasiyasız geri alınmalı və bərpa edilməlidir. Artıq bu hüquqları bilirsiniz. İndi əsas sual budur. Bu bilikləri sadəcə məlumat kimi saxlamaq, yoxsa onlardan istifadə edərək təbiətin aktiv bir müdafiəçisinə, bir keşikçisinə çevrilmək? Unutmayın, bu qanunlar sizin əlinizdə real bir gücdür.